Yusuf müəllim, bizim hörmətli xalq artistimiz Yalçın Adıgözəlovun da adı bu məsələdə hallandı. Yalçın müəllim də mətbuata açıqlama verdi, bildirdi ki, 2 il əvvəl o da inciyib gedib situasiyadan və əsas kimi göstərdi ki, Arif Məlikovun Məhəbbət əfsanəsi baletinin 3 pərdəsindən bir pərdəyə ixtisar edilməsi onun xoşuna gəlməyib və ümumiyyətlə idarəçilikdə nə isə onu qane etməyib. Ona görə o qərarı alıb ki, mən bu vəziyyətdə işləyə bilmərəm. Yalçın müəllim təbii ki, Azərbaycanın fəxridir, yəni hər birimizin sevimlisidir. Belə bir narazılığa mı deyim, belə bir addım atmağa, onu hər hansı bir səbəb vadar edibsə, onun qarşısını almaq üçün hansısa bir addım atıldımı? Əzizə xanım, deməli Yalçın müəllimin getməsi teatrdan çox böyük hörmətim var Yalçın müəllimə. Dəfələrlə ona vurğulamışam və hətta Yalçın müəllim özü də deyə bilər ki, mən burada olaraq və mən teatra gələndən sonra Yalçın müəllim hələ 2 ildir teatrın tərkibində idi. Bütün Yalçın müəllimin layihələrini mən uğurla dəstəkləmişəm. Həmişə. Özündən də soruşun, qoy sizə onu da desin. Həmişə. Və bəzən teatr üçün qeyd eləyim, bəzən teatr üçün bilet satılmasında və yaxud başqa menecment nöqteyi nəzərdən bəzən də uyğun olmayan və bəzən biraz uğursuz olan proyektləri də hətta biz dəstəklədik. Çünki bizim böyük sənətkardır, hörmətli dirijordur, niyə də yox da, indi istəyir eləsin. Problem onda deyil. Problem məhəbbət əfsanəsinə gedərək. Deməli, bütün baletlərin və yaxud operaların bir var full versiyası, bütöv versiyası. Hal-hazırda biz suitadan danışırıq. O qısalmış bir versiyadır. O, dünya praktikada var. Elə bir şey yoxdur ki, mən bunu qısalmışam ona görə ki, mənim görkəmli və bizim başımızın tacı olan bu baletə qarşı mənim hörmətim yoxdur. Elə şey olar. Bizim ikinci problemimiz də var. Sağ olsun Heydər Əliyev fondu, şəxsən Mehriban xanım, bizim hörmətli vitse-prezidentimiz, vaxtilə Rusiyadan Ruslan Pronini dəvət edib burada Məhəbbət əfsanəsinin Qriqoroviçin tamaşasında səhnəyə qoyuldu. Heydər Əliyev fondu tərəfindən. Full versiyası. Bizim opera və balet teatr üçün o versiyanı, full versiyanı səhnəyə qoymaq üçün çox xərcli bir, çox bahalı bir variantdır. Əfsuslar olsun ki, buna hər dəfə bunu səhnəni full versiyasına qoymağa gücümüz çatmır. Ona görə onun qısalmış versiyasını biz fikirləşdik və həmən baleti Yalçın müəllimdən başqa heç kim aparmır. Mən şəxsən Yalçın müəllimlə görüşdüm, əgər yadındadırsa, Yalçın müəllimlə görüşdüm, konservatoriyada təsadüflə görüşdüm, Yalçın müəllim, qurban olun, bunu yola verin, zəhmət olmasa bu dəfə. Sonra oturub danışarıq, amma indi iptal eləməyək bu baleti, çünki biletlər alınıb, cəmaat gəlib baxacaq. Səhnəyə çıxmadı. Aparmadı. Yaxşı, bəs kim apardı? Heç kim, iptal olundu. İptal olundu, tamaşa iptal olundu və biletlər kassaya qayıtdı və cəmaatın pulu qaytarıldı. İndi siz mənə deyin, nə qədər düzgündür bu teatra qarşı? Ona baxmayaraq, mən heç bir nə töhmət işlətdim, nə işdən çıxartma işlətdim. Hətta mənim ixtiyarım var idi. Amma hörmətli adamdır, xalq artistidir. İndi mən dedim, yaxşı. Sonra məsələ elə bil öz həllini tapdı, başqa bir orkestra rəhbər təyin olundu və ora keçdi. Hardadır haqsızlıq, mən niyə soruşuram? Yalçın müəllim bu cür icraatdan sonra niyə kompromisə gəlmək istəmədi? Niyə kompromisə gəlmək istəmədi? Ondan soruşun, əziz xanım. Mən ağdan bilmirəm.